Nemanja Vlahoviç'ti. Serbiyalı hakim. Nemanja Vlahoviç. Oyun başladı. Ağ rəngli formada Naxçıvan, göy rəngli formada Abşeron mübarizəyə start verir. Oyunu şərh edir sizin üçün Sənan Əliyev. Jordan Perkins, Nəzər Quliyev, Miles Thomas. Topu Perkins ötürdü. Jordan Perkins yaxın məsafədən fərqlənə bilmədi və rebound edən Jalen Shaw'du. Aubrey McAlpine keçmiş Murad Dikmənin basketbolçusu Xəzri klubu niyyətində və Xəzrin adı dəyişdi. Mövsümdən etibarən Naxçıvan oldu. Tanış simalardı bir-birlərinə. Bu basketbolçu və məşqçi Jalen Shaw. Görüşün ilk xallarını qazanır Jalen Shaw. Üçlü uğurlandı. Bu mövsüm ümumiyyətlə tez-tez bir-birlərlə qarşılaşdılar. Kubokda da üstə gəldilər. Naxçıvan və Abşeron komandaları müntəzəm çempionatın 3 oyununda Naxçıvan qələbə qazandı. Bir oyunda biz Abşeronun qələbəsini görürük minimal hesabla 60-58 hesabı ilə. Kubokda isə faciəvi bir hesab qeydə alınmışdı. 102-60 Naxçıvan rəqibini darmadağın etmişdi. Və əsas həll edici məqam isə məhz play-offlardır. Play-offlarda sular çox dərinləşir, mübarizə daha kəskin olur və görək bu play-off seriyasından kim qalib ayrılacaq. Bir daha xatırladım ki, ən tez 2 qələbə qazanmış komanda play-off seriyasında növbəti mərhələyə, yəni yarım finala vəsiqə qazanacaq. Naxçıvandan ardıcıl uğurlu 2 dəqiq xal. 4-3. Naxçıvan irəlidədir. Aubrey orta məsafə alınmadı. Artıq 2 dəqiqə geridə qalıb qarşılaşmada. Jordan Perkins'i biz görürük. Driblingi davam etdirir. Perkins. İsmail Abdullayev onun qarşısını yaxşı bağladı. Devon Jenkins yaxın məsafədən. Devon Jenkins hücumu xalla yekunlaşdırır. 6-3. Naxçıvan hesabda irəlidədir. Ayin Dehikim 2 nəfər onu sıxışdırmağa çalışırdı. William Jenkins, Aubrey McAlpine, Jalen Shaw sol blokla topu qəbul etdi. Shaw, Aubrey McAlpine. Driblingi kəsməyib, 2 saniyə qaldı şut adının sonuna. Aubrey McAlpine lövhənin köməyi ilə bitirə bilmədi. Naxçıvan topu qazanır. İrəli atılır. Deshaun Wade fake-i əla göstərdi. Ötürmədə yaxşı alınmışdı və Devon Jenkins düzdür bir qədər o topa müdaxilə var idi və time-out. Erhan Toker erkən bir time-out götürür. 8-3. Gözlənilməz bir qərar Türkiyəli məşqçidən. Oyunun 3 periyod ərzində sərəçi yaxşı mübarizə aparsa da sonuncu periyodda hesaba diqqət edin. 35-4. 31 xallıq fərq. Azərbaycan Basketbol Liqasında məncə mövsümün ən böyük fərqi qeydə alınıb bir periyod ərzində. Bunu sabah bacara bilmişdi. Onlar da ikinci görüşdə sərəçi idman mərkəzində məhz bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Sərhədçilər əlindən gələni edəcəklər. Komandada bir ayrılıq da baş tutdu. Antonio Williams ailəvi səbəblərdən dolayı öz ölkəsinə qayıtdı və aleyhüpü tamamlayan Jalen Shaw'du bu anda. Ayin Dehikim time-out sonrası Abşeron xal qazana bilir. 8-5 olur hesab. Fərqi 3 xala endirir. Abşeronlar Jordan Perkins, Devon Jenkins dirsəkdən orta məsafə alınmadı. İsmail Abdullayev rebound edən basketbolçudur. O da yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandasının üzvüdür. Və bu basketbolçu yayda Rumuniyada çıxış edəcək. Anar Sarıyevin rəhbərliyi altında. İsmail Abdullayev şutu qeyridə qaldı. Mövsümün Azərbaycanlı basketbolçular arasında ən önəmli basketbolçularından biri oldu. Gənc yaşının olmasına baxmayaraq, amma təbii ki o ulduz xəstəliyinə tutulmamalıdır. Mübarizəsini sona qədər davam etdirməlidir, özünə inanmalıdır və öz basketbolunu bir qədər də kəskinləşdirməlidir. Yaxşı mənada bu basketbolçudan gözləntilər böyükdür. Və Məhəmməd Hüseynin də adını çəkmək istəyirəm ki, o da Abşeron niyyətində oynayır və bu iki basketbolçu bir-birlərini tez-tez əvəz edirlər. Jordan Perkins qayıdaq qarşılaşmaya. Perkins vücudunu araya qoydu və bitirdi. Artıq ikinci mövsümdür ki, Murad Dikmən, Jordan Perkins işbirliyi Azərbaycan Basketbol Liqasında
rəqiblərə mane ola bilir. Çünki onlar finala çıxmışdılar. Bu finala çıxmağı uğur saymaq olar ötən il. Həmin komandada Amil Əmzəyev də var idi, Səid İsmailov da var idi, amma komanda heyətində bir sıra dəyişikliklər oldu. Jordan Perkins isə həmin basketbolçulardandır ki, o heyətdə öz yerini qoruyub saxlaya bilir və dünən bir məlumatda diqqətinizə çatdırım. A qrupunda mövsümün ən dəyərli oyuncusu seçildi. Bu Sabahın müdafiəçisi Hassani Gravet'dir. Hassani Gravet A qrupunun ən dəyərli basketbolçusu, MVP'si oldu. B qrupunda isə Rotarius Weir, Şəki klubunun üzvü Roti Weir mövsümün ən dəyərli, ən önəmli basketbolçusu seçildi. Və Şəki Gəncə oyununda 85-84 hesabı qeydə alındı. Playoffların açılış oyununda Şəki 1-0 hesabı ilə önə çıxmağı bacardı və cavab oyunu Gəncə İdman Sarayında baş tutacaq. Jordan Perkins ötürməni oxudu. Burada Aubrey McAlpine hesab 19'dur. İndi Abşeron hesabda irəli keçməyə şansı var. İsmail Abdullayev topu oyunda saxladı, amma Nəzər Quliyev üçün, Naxçıvan klubu üçün Deshaun Wade fiziki cəhətdən güclü basketbolçudur. Nəzər Quliyev önü bomboş qalmışdı və Nəzər Quliyev hədəfi dəqiq nişan alır. Əgər bu basketbolçu oyunu yaxşı keçirdisə, Naxçıvan qələbəyə bir qədər də yaxınlaşır. İstənilən rəqibə qarşı bu sözü söyləmək olar. Aubrey McAlpine orta məsafədən o da fərqlənir və Murad Dikman çox əsəbləşdi. Devon Jenkinsə əl göstərməyini istirdi Aubrey'nin şutuna. Aubrey McAlpine bir orta məsafə ustasıdır. Mid-range killer adlandırmaq olar bu basketbolçunun. Azərbaycan Basketbol Liqasında ən yaxşı orta məsafə yerinə yetirən bir basketbolçudur. Ayinde Hikim 13-11. Naxçıvanın 2 xallıq üstünlüyü var. Ayinde Hikim topladı. Aubrey McAlpine. İsmail Abdullayev topu posta indirdi. Jalen Shaw. Ötürmə zəif tərəfə. Ayinde Hikim. 3 xallıq alınmadı. Onun üçlüyü o qədər də güclü deyil. Biz NTD klubuyla oyunlarda bunun şahidi olmuşduq. Aubrey McAlpine o da şutu qaçırır və play mərhələsində NTD-yə qalib gələ bilmişdi 2-1 hesabı ilə. Abşeron və Naxçıvanın rəqibi oldu 4-1 final mərhələsində. Bu cütün qalibi yarım finalda Neftçi Ordu cütünün qalibi ilə qarşılaşacaq. Ayinde Hikim, Nəzər Quliyev topu ələ keçirməyi bacardı. Ötürmə Deshaun Wade'ə doğru. Wade daha fiziki cəhətdən güclü basketbolçudur və burada vücudundan çox yaxşı istifadə etdi. Ayinde Hikimə qarşı üstünlük yaratdı və bitirdi. Bax belə. Jalen Shaw foul 2 cərimə atış yerinə yetirəcək. Jalen Shaw Abşeronun mərkəz basketbolçusu. 3 dəqiqə 13 saniyə qalıb. Birinci 10 dəqiqəlik bir göz qırpımında gəlib getdi. Sürətli basketbol izləyirik, keyfiyyətli müdafiələr hər iki komanda niyyətində önə çıxır. Çünki məhsuldarlıq o qədər də yüksək səviyyədə deyil. Playofflarda bu adi bir haldır. Hər kəs müdafiəyə daha yaxşı fikir verir. Çünki müdafiələr çempionluq qazandırır. Müntəzəm çempionatdan fərqli olaraq playoffda hücuma yox, məhz müdafiəyə daha diqqət edir komandalar. Jalen Shaw və indi dəyişiklik baş tutur. Ömər Yavaş oyuna daxil oldu. O da mövsümün ortasında Abşeron niyyətinə qatılmışdı. Jaja Davisi Naxçıvana göndərdikdən sonra bu basketbolçunu heyətə cəlb etdi. Erhan Toker, Nəzər Quliyev, catch and shoot. Top səbətdədir. Nəzər Quliyev Naxçıvanın ən önəmli snayperlərindən biridir. Basketbolun sirlərinə Belarusiyada yiyələnib bu oyuncu. Amma gələcəkdə o da Azərbaycan milli komandasının şərəfini qoruyacaq. Nəzər Quliyev. Digər play-off oyunlarına nəzər yetirsək, play-off ağacının sol tərəfində Sabah Sərhəti cütünün qalibi Gəncə Şəki ilə oynayacaq.
Şəki B qrupunu lider tamamlamışdı. Həmin seriyada hesab 1-0'dır və cavab oyununda Şəki seriyanı bağlamağa çalışacaqsa Gəncə hesabı bərabərləşdirmək istəyəcək. Ayindi orta məsafə alındı. Ayindi Hikim fərqi 4'ə qədər endirir. 2 hücum epizodu. Hesab arasındakı fərq məhz belədir. 18-14. Topu posta indirən Jordan Perkins'dir. Və növbəti xalları aktivinə yazdırır Naxçıvan basketbolçuları. Tremer Brown fərqlənmişdir. Ömer Yavaş çox qalın basketbolçudur. Bir qədər artıq çəkisi olsa da bu basketbolçunun, amma onun da əsas özəlliyi bundan ibarətdir. Öz qalınlığıyla fiziki durumuna görə rəqibləri səbətin altına doğru itələyib sıxışdıra bilir. Və Naxçıvan Abşeron Cütünün qalibi yarım finalda bir qədər əvvəl qeyd etdiyim kimi Neftçi Ordu Cütünün qalibi ilə oynayacaq. Neftçi qələbə qazansa da oradan da maraqlıdır. Amil Əmzəyev, Murad Dikmən qarşı durması. Amil Əmzəyev Murad Dikmənin keçmiş basketbolçusudur. Murad Dikmən də onun keçmiş məşqçisi və David Çivçivadze də həmin mövsüm məhz Murad Dikmənin asistenti kimi fəaliyyət göstərirdi. Və onun gedikindən sonra Güray Yıldız Murad Dikmənin köməkçisi oldu. Özünü sübut etməyə çalışır Azərbaycan Basketbol Liqasında Murad Dikmən. Baxaq görək bu onda necə alınacaq. 22-16 İsmail Abdullayev. Perkins'in yaxın müdafiəsi var. Abdullayev pərdəni yaxşı qoya bilmişdi. Üçlük dəqiq alınır. Jalen Shaw əgər bugün belə üçlükləri tez-tez dəqiq yerinə yetirəcəksə, bu Naxçıvan üçün bir mənalı olaraq problemdir. 22-19 son 50 saniyə. Deshaun Wade girdi ortaya, leyap alınmadı. Tremer Brown o da bitirə bilmədi. Foul gözlüyür hakimdən, Murad Dikmən. Ayında Hikim. Hakimin fiti sustu, oynamaq lazımdır. Ömer Yavaş post-up oynayacaq. Topu onun əlindən vurub çıxardılar. Perkins və daha sonra Ömer Yavaş foul edir. Erhan Toker postdan hücum qurmağını tələb edirdi Ömer Yavaşdan. Amma təbii ki həyəcan ən üst səviyyədədir. Basketbolçular elə anlar olur ki öz məşqçilərini eşidə bilmirlər və Murad Dikmən Nemanja Vlahoviç oyunun baş hakiminə öz etirazlarını bildirir. Fərqli qərar gözləyirdi Türkiyəli çılğın məşqçi Murad Dikmən. Hər zaman öz emosionallığı və oyuna yanaşma tərzi ilə seçilir Azərbaycan Basketbol Liqasında. Görək bu seriyadan iki türk məşqçidən hansı qalibi ayrılacaq. Hikim topu qazanmışdı. Perkins topu havaya qaldırdı. Tremer Brown, Jalen Shaw onu müdafiə etməyə çalışırdı və Tremer Brown nəhayət ki xal qazana bildi. 24-19 düzdür, tabloda hələ ki hesab öz əksini tapmayıb. İndi hesab dəyişdi. 24-19 Dobri Makalpayan dribling zamanı səhvə yol verdi. Deshaun Wade meydanın mərkəzindən üçlük top heç nəyə dəymədi və birinci 10 dəqiqəlik yekunlaşdı. Bakı İdman Sarayında 24-19 Naxçıvanın üstünlüyü var. Hal-hazırda efirimizdə periodlararası fasilə qeydə alınır. Pulu istədiyim yerdə komissiyasız çıxarıram, komissiyasız göndərirəm. Həm də limitsiz. Mənə olar. Faiz, komissiya, çətin hesablamalar artıq yoxdur. Hər 500 manatadək istifadəyə görə cəmi 10 manat ödə. Xərclədiyin məbləği həmin ay qaytarsan, heç onu da ödəmə. Bir Bank Star ilə sənə olar. Elə indi onlayn əldə et.
Kiçik biznes üçün böyük imkanlar. ABB bizi yükləyin, yükümüz yüngülləşsin. Anında kredit, e-mühasibim, mobil POS, QR ödənişlərin qəbulu, onlayn müştəri meneceri, ödənişlər, köçürmələr. ABB biz. Biznesinizə xidmət bizlikdir. Bir nəfəri biz buradan seçə bilərik məncə. Ondan sonra time-outda bir nəfəri də seçərik. Canavarıq, çöp. Getdik, hop. Bir nəfər var. Siz tutmursunuz. Başqa kim var? İkinci, çox sağ olun. Sizi də, bütün iştirakçıları biz böyük Fatimədə, bu meydancada gözlük uğurlar. Çox sağ olun. İndi isə oyuna tamam. Aha. Oyunumuzda ikinci 10 dəqiqəlik başlamaq üzrədir. 24-19. Naxçıvanın 5 xallıq üstünlüyü var. Playoff seriyasının ilk oyunu Abşeron Naxçıvan klublar arasında Bakı İdman Sarayında baş tutur və görə ikinci 10 dəqiqəlikdə nələrlə yadda qalacaq Abşeron oyuncuları. Birinci 10 dəqiqəliyi daha üstün tamamlayan Naxçıvan oldu. Oyun anlamında da xüsusilə də Nəzər Quliyevin oyununu qeyd etmək lazımdır. 8 xalla daha yaxşı basketbol oynayan məhz Nəzər Quliyev və Naxçıvan klubu olmuşdu. Əks tərəfdə 9 xalla Jalen Shaw oyundan məhsuldar basketbolçusu olsa da onun komandası məğlub durumdadır. Jordan Perkins qaldığı yerdən davam edir. Amerikalı guard 27-19 fərqi 8 xala yüksəltdi. Naxçıvan Aubrey McAlpine, William Jenkins tərsləyib alınmalı. Yaxşı müdafiə Tremor Brownla mövsümün əvvəlində istədiyi uzunu komandaya gətirə bilməmişdi Murad Dikmən və Tremor Brownla yola davam etməli oldu. Əsas uzun Devon Jenkins'di təbii ki. Naxçıvan klubunda Deshaun Wade rəqs etdi burada sanki parketin üzərində və driblinglər mükəmməl. Basket də eyni qaydada. Layup yaxşı alındı, uğurlu alındı. İndi Hikim pas arası Deshaun Wade səbətlə birə-bir çıxıb. Deshaun Wade bax budur basketbol. Bax budur basketbol. Ən doğru olanı etdi Deshaun Wade. Dəfələrlə belə epizodlarda basketbolcuların dankla səhvlik dərəcəsi o qədər də yüksək deyil. Qarşılaşmanın yumuşaq bir basketbol izləyirək ki, cəmi 3 foul var. 2 foulu Naxçıvan edib, 1 foulu Abşeron, hətta ikinci 10 dəqiqəlikdə ümumiyyətlə foul yoxdur. Hər iki komanda təmiz basketbol oynayır. Cedric Johnson, üçlük alındı Cedric Johnson. Timeoutdan daha yaxşı qaydan Abşeron basketbolçuları oldu. Çünki onlar set hücumunu uğurla tamamladılar. Erhan Toker 1994-cü ildən məşqçi kimi fəaliyyət göstərir. Türkiyəli, təcrübəli, mütəxəssis. Nəzər Quliyev, Deshaun Wade driblingi davam etdirir. Deshaun Wade və foul. Yuxarıda foulun olduğuna işarə edir Urfan Bayramlı. 2 sərbəst atış təyin olundu Abşeronun səbətinə doğru. Nəzər Quliyevə görün necə əsəbi şəkildə öz sözlərini çatdırır Murad Dikmən. Bu seriyanı maraqlı vəziyyətə gətirən digər amil də 2 türk məşqçinin, 2 təcrübəli mütəxəssisin duelidir. Bu dueldən görək kim ayrılacaq qalib şəkildə. Cedric Johnson, Aubrey McAlpine. Üç zona müdafiəsi tədbiq edir. Aubrey uzaq ikili, orta məsafə ustası Aubrey McAlpine. Mən şübhəsiz bu sözü söyləyirəm, altından da xət çəkirəm. Azərbaycan Basketbol Liqasında ən yaxşı orta məsafə yerinə yetirən basketbolçudur
Aubrey McAlpine, veteran oyuncu, 37 yaşı var. Basketbolçunun veteran sayılır Kaliforniyalı oğlan. Jordan Perkins, İsmail Abdullayev ile birebir oynayacak. Jordan Perkins driblingi devam ettirir. Airball, orta mesafeden airball attı. Jordan Perkins topu üzerinde çok sakladı. Aslında burada ters uyğunlaşma da var idi. İsmail Abdullayev'in üzerine hücum edə bilərdi, ama Perkins çətin bir atışa getdi. Ayinde Hikim 33-24, 9 xallıq fərq var. Jalen Shaw və müdafiədə buraxılmış növbəti səhv mövqe səhvinə yol verir Naxçıvan basketbolçuları. Səbətin altında bomboş qalmışdı Jalen Shaw. O da əhval-ruhiyyəsi yaxşı olanda daha yaxşı basketbol oynayan oyunculardan biridir. Məşqçinin sözlərindən bunu ən azı eşitmək olar. Deshaun Wade. Altı dəqiqə 28 saniyə qalıb. İkinci 10 dəqiqənin yekunlaşmasına. Naxçıvanın foulu yoxdur. Abşeron passivində bir foul var. Deshaun Wade topu çətin ilə əlindən çıxara bildi. Nəzər Quliyev növbəti catch and shoot. Sniper hədəfi dəqiq vurur. Naxçıvan klubunda mövsümün ən dəyərli oyuncularından biri də Nəzər Quliyevdir. Ötən il Sumqayıtda oynayırdı Nəzər Quliyev, amma bu ildən etibarən Naxçıvanın şərəfini qoruyur Nəzər Quliyev. Luka Petrovski də bu arada oyunda, düzdür. Topa toxunuşu çox az olub bu basketbolçunun. Cedric Johnson üçlüyə cavab verir növbəti timeoutu. Murad Dikmən isə də Naxçıvanda daha yaxşı oynayır. Bu mənim fikrimdir. Və Əlibəy Məmmədli indi Nəzər Quliyevi əvəz edir. Nəzər Quliyev bir qədər istirahət edəcək, dincələcək. Jordan Perkins, Miles Thomas Avstraliya çempionatından, Big Five divizyonundan məhz Azərbaycan Basketbol Liqasına gələn bir oyuncudur. Deshaun Wade hücumu xalla yekunlaşdırır. Timeout özünü doğrultdu. Ortaya girdi və bitirdi. 38-29. Cedric Johnson ötürmə Abdullayevə doğru. Aubrey McAlpine 3 xallıq atış. Tərtəmiz bir üçlük. Aubrey McAlpine biləyi düzgün basketbolçu. NTD ilə play-in seriyasında mükəmməl keçirmişdi. Və bugün də playoff seriyasında artıq öz sözünü deyir. Jordan Perkins rəngli sahədə onun qarşısını kəsdilər. Miles Thomas, Jordan Perkins vaxt azalır. 4, 3, 2, 1 atmaq lazımdır. Əlibəy Məmmədli top çəmbərdən geri qayıtdı. Top onun əlində partladı, belə deyək. Hücum əslində bu basketbolçuya vurulmamışdı. Set onun üzərinə hesablanmamışdı. Cedric Johnson alınmadı. Bu Erhan Tokeri məmnun etməyən hücumlardan biri kimi statistikaya düşdü. Jordan Perkins floater. Jordan Perkins qaçırdı bu atışı. Aubrey McAlpine 38-32 qarşılaşma davam edir. 4 dəqiqə 25 saniyə. Aubrey McAlpine, İsmail Abdullayev, Aubrey McAlpine vaxt azalır. Hücumda 5 saniyə qalıb. Jalen Shaw və topu lövhəyə vurdu. Jalen Shaw, Perkins, Deshaun Wade hədəfi dəqiq nişan alır. Wade və Naxçıvanın üstünlüyü get-gedə artır. 41-32 fərq 9 qaldı. Ayinde Hikim hücum kombinasiyasını sifariş etdi. Perkins var. Onun qarşısında pərdə gələn Aubrey'dir. Aubrey orta məsafə. Aubrey McAlpine bu dəfə qeyri-dəqiq şut. Aubrey McAlpine'dan bomboş vəziyyətdə idi. Əlibəy Məmmədi top istəyirdi, amma topu ona ötürən olmadı. Miles Thomas, Perkins, Jenkins boşluğa açıldı. Ötürmə zəif tərəfə, bu ötürməni oxudu. Ayindekin pas arası yaxşı alındı. Murad Dikmən çox əsəbləşir və Cedric Johnson karyerasında ən rahat, ən asan xallardan birini qazandı. Dərhal əvəz etmə
Jaja Davis'i oyuna daxil edəcək. Basketbolu fiziki gücü ilə oynayan bir oyuncudur. Jaja Davis oyuna o qədər də üst səviyyədə deyil. Və indi onu oyuna daxil edir Murad Dikmən. Bir qədər fiziki cəhətdən oyunu qüvvətləndirmək istəyir. Naxçıvan hələ də foul yoxdur, çox maraqlıdır. Bir play-off seriyasında bir periyod ərzində foul etməmək sərtlik aşağıdır müdafiədə. Bunu etiraf etmək lazımdır. 41-34. Abşeron hücumdadır. Ayindehikim və 2 sərbəst atış yerinə yetirəcək Ayindehikim. Məhəmməd Hüseynli oyuna daxil olur. İsmail Abdullayev ilk dəfə olaraq bençə yollanır oyunda. Bu iki basketbolçu arasında müqayisə aparsaq, Erhan Toker daha çox şansı məhz Abdullayevə verir. Bəli, hörmətli basketbol həvəskarları, Azərbaycan Basketbol Liqasında play-off həyəcanı tam sürətlə davam edir. Siz də play-offla bağlı hər hansı fikriniz varsa canlı çata yaza bilərsiniz. Favorit komandanız, finalda görmək istədiyiniz kollektivlər, play-off seriyasında kimə daha çox şans verirsiniz, ən sevdiyiniz oyuncu, bu və digər məsələlərlə bağlı öz suallarınızı ünvanlaya bilərsiniz. 41-36, 2 dəqiqə yarım qalıb. İkinci 10 dəqiqəliyin yekunlaşmasına. Jaja Davis top əlində tuta bilmədi, sonradan səhvini düzəltdi. Miles Thomas fırlandı. Miles Thomas, fadeaway. Miles Thomas, çox çətin bir atış. Dəqiqə alınır Amerikalı basketbolçudan. Ayindehikim, o da cəld bir oyuncudur. Topla çox yaxşı driblinglər edə bilir. Jaja Davis, bax buna görə müdafiəyə bu oyunçunu daxil etdi Murad Dikmən. Amma burada da Naxçıvan basketbolçuları səhvə yol verir. Əlibəy Məmmədli sürətli hücumun qarşısını folla kəsdi. Əlini də havaya qaldırır. Aubrey McAlpine bençə yollandı. William Jenkins'i biz görürük yenidən parketdə. Jordan Perkins bu basketbolçu, Naxçıvanın oyun qurucusu əvəz olunmadan oynayır və qısa vaxt ərzində 2 foul yazdırdı pasifinə Naxçıvan basketbolçuları. Bu orta məsafə dəqiqə alındı, fərq bir qədər azalır. 5 xala enir, 2 hücum epizodu. 43-38 və dərhal Nəzər Quliyevi yanına çağırdı. İndi onu oyuna daxil edəcək Murad Dikmən. Perkins 10 saniyə qaldı saatın sonuna. Miles Thomas zəif tərəfdə ötürməni qəbul etdi və üçlük uğurlu alınır. Miles Thomas ayaqlarını hazır qırıb gözləyirdi. Məhəmməd Hüseynli boyundan bir qədər hündürə tullanmışdı bu qərarı verməklə. Daha sonra hücumu təmizləyən William Jenkins də hücum ribandını götürdü və xallı qazandı. Çox məsuldar basketbol izləyir artıq ikinci periyodun sonlarına doğru. 1 dəqiqə vaxt qalıb. Böyük fasiləyə Perkins rəqibdən sıyrıldı. Perkins ortaya daxil oldu. Jordan Perkins, bu fouldu. Bu 2 sərbəst atış deməkdir və Perkins indi xallarının sayını artıra bilər. 5 xalla oynayır. Ən mənsuldar oyuncu Naxçıvanda Deshaun Wade'dir. 13 xalı var. Ümumiyyətlə oyunun da ən mənsuldar basketbolçusudur Deshaun Wade. Ayindehikim 8 xalla oynayır. 11 xal Jalen Shawn'un aktivində var və Cedric Johnson o da 8 xalla mübarizə aparır. Jordan Perkins və fərqi bir qədər də artırır Amerikalı qard. 48-40, 52 saniyə qalıb. Hər iki komandanın pasifində 2 foul var. Zone press müdafiəsindən tətbiq edir Naxçıvan. Fikir verin. Öndə baskı edir rəqibə. Məhəmməd Hüseynli önü boşdur. Məhəmməd Hüseynli cəsur addımlar Məhəmməd Hüseynlidən. Üçlüyü atmadı. İçəriyə istiqamətləndi və hücumu xalla yekunlaşdırdı. Deshaun Wade pərdəni Davis'dən aldı. Perkins tərəddüd edir Jordan Perkins hələ ki. Növbəti pərdə Jaja Davis'dən uzaq ikili Jordan Perkins, basketbolun klassikası, mid-range şatlar və 50-42
Naxçıvan qaçır. Abşeron onları qovur. İzləmə məsafəsini davam etdirir. Ayında Hekim 5 saniyə qaldı hissənin yekunlaşmasına. Hekim oynamaq lazımdır, hər şey qaydalar çərçivəsindədir və Jordan Perkins Murad Dikmən başını tutur. Təəssüf. Naxçıvan Abşeron oyununda ikinci hissə, 3-cü periyod start götürdü. Playoff seriyasının ilk qarşılaşması Bakı İdman Sarayında oynanılır. 50-45. İlk hissədən sonra Naxçıvanın 5 xallıq üstünlüyü var. 3-cü periyoda baxaq. Görək hansı 5 ilə başlayıb klublar. Abşeron start 5-li 3-cü periyodda Ayında Hekim, Jalen Shaw, İsmail Abdullayev, William Jenkins, Aubrey McAlpine. Naxçıvanda start 5-li Jordan Perkins, Deshaun Wade, Miles Thomas, Nəzər Quliyev və Devon Jenkins. Bax belədir. Beşiklər Naxçıvanın baş məşqçisi Murad Dikməndir. Abşeronu Erhan Toker çalışdırır. Qarşılaşmanın ən məhsuldar basketbolçusu 15 xalla Deshaun Wade'dir. Deshaun Wade doğrudan da birinci hissədə xüsusilə də fast break hücumlarında çox yaxşı basketbol ortaya qoydu. Sürətli ödürmələri ona verən Jordan Perkins idi. Perkins düzdür özü cəmi 9 xal toplayıb. Bir sıra oyunda Naxçıvanın ən məhsuldar basketbolçusu Jordan Perkins olurdu, amma hər halda oyunun idarə edilməsində, oyunun qurulmasında bu basketbolçunun əvəzsiz xidmətləri var hər zaman. Ayında Hekim 52-45 sərbəst atışları uğurlu yerinə yetirdi. Deshaun Wade, Aubrey McAlpine, İsmail Abdullayev üçlük alınmadı. Miles Thomas, Jordan Perkins rəqibini çaşdırmağı bacardı. Topu Wade ötürdü. İndi Deshaun Wade yenidən topu Perkins'e qaytarır. Jordan Perkins pərdən aldı Jenkins'dən. Perkins, Miles Thomas 3 xallıq atış. Miles Thomas, tərəddüd yoxdur, basket var. Naxçıvanın önəmli snayperlərindən, önəmli atıcılarından biridir. Miles Thomas, Jalen Shaw o da üçlüyü atır. Jalen Shaw bu dəfə uğur qazana bilmədi. Jenkins blokdan yayındı. Aubrey McAlpine rəqibdən keçməyə çalışır. İki keçmiş komanda yoldaşı bir-birinə qarşı mübarizə aparırdı. Perkins və McAlpine. Burada foul səsləndi. Oyunun baş hakimi Nemanja Vlahovic. On saniye kaldı şut saatinin sonuna. 55-45. Aubrey McAlpine fərq azalda bilərdi. Şut alınmadı. Və Jalen Shaw növbəti foul. 2 cərimə atış yerinə yetirəcək Jalen Shaw. 8 dəqiqə 20 saniyə qalıb. 3-cü periyodun sonuna. İndi William Jenkins yanına çağırdı. Erhan Toker müəyyən tapşırıqları verir bu basketbolçuya. O da mövsümün gedişində ən yaxşı oyunculardan biri idi. Abşeron heyətində. Ümumiyyətlə heyəti qoruyub saxladı mövsümün əvvəlindən. Heyətə qatılan oyuncular mövsümün sonuna qədər komandanın heyətində qaldı. Yalnız Jaja Davis Naxçıvana yollandı. İlk hissədə bu haqda məlumat vermişdim və Ömər Yavaşla Ayında Hekim əlavələri olundu komandaya. Qış transfer pəncərəsində Jalen Shaw sərbəst atış xəttindən qüsursuz oynadı. 55-47, fərq 8 qaldı. Jordan Perkins Naxçıvanın əsas qərar vericisi topladı. Perkins rəqiblərindən yayınmağa çalışır. Miles Thomas ona artıq xüsusi müdafiə tətbiq edir. Erhan Toker və şut qaçdı. Aubrey McAlpine'ın çox yaxşı və yaxın müdafiəsi. Ayında Hekim ötürmə Abdullayevə doğru. İsmail Abdullayev, Ayında Hekim. Ötürmə Abdullayevə doğru. İsmail Abdullayev bir dribling edib orta məsafədən şut atdı. Bu qeyri dəqiqdir. Bəlkə də üçlük daha yaxşı ola bilərdi. İsmail Abdullayev playoffda oynamaq çox çətindir. Bunu məşqçilər başa düşür. Oyuncular da anlayır, amma başqa variant da yoxdur. Gənc basketbolçulara şans verməlidir mütləq ki. Erhan Toker bu məsələ haqqında düşünür.
Miles Thomas, Nəzər Quliyev, Deshaun Wade, Jordan Perkins. 3 saniye kaldı. Topu atmak lazımdı. Perkins, Jenkins. Sağda unuttu. Devon Jenkins. Bu da basketbolçunun IQ seviyesinden bize haber verir. Aslında komanda yoldaşları da söylüyordular ona topu səbətə atmaq lazım idi. Belki de səhv qərar Perkins'in topu Jenkins'e çok az vaxt qalmış ötürməsi oldu. Özü də şut ata bilərdi. Və Perkins ötürmə etdikdən sonra işarə edirdi Jenkins'e ki topu səbətə atmaq lazımdır. 55-47 hesab dəyişməyib hələ ki. Obre. İsmail Abdullayev'dən yaxşı kat. Flotter alındı. İsmail Abdullayev bu hücum setini yəqin ki məşqlər zamanı tez-tez işləyib Erhan Toker öz basketbolçularıyla beraber. Nəzər Quliyev rəqibi əla çaşdırdı amma airbol atdı. Nəzər Quliyev ayaqla müdaxilə. Top Abşeron'da qalacaq. Obre top oyuna daxil etdi. Ayindi Hikim. Hücum kombinasiyasını işarə edir sol əli ilə öz komanda yoldaşlarına. Obre uzaq ikilik alınmadı. Rebound edən trener Brown'du. Məhz Jenkins'in əvəzinə oyuna daxil oldu. Jordan Perkins səbətə doğru irəlilədi. Burada basket qərarı gözləyir hakimlərdən. Murad Dikmən onun köməkçisi. İki sərbəst atış yaratıcı Trevor Brown. Backup. Mərkəz basketbolçusu. Naxçıvan niyyətində. Trevor Brown birinci sərbəst atışı dəqiq alındı. Hər iki komandanın pasivində 2 foul var. Get-gedə artıq foulların sayı artır. Çünki oyunun sonlarına yaxın müdafiənin sərtlik dərəcəsi bir qədər də yuxarı qalxmalıdır. Çox maraqlı şəkildə sərbəst atışı yerinə yetirdi Trevor Brown. Bir qədər sərt vurdu topu halqaya. 10 saniye qaldı şut saatının sonuna. Ayindi girdi trafikə, girdi sıxlığa. Son toxunuq Naxçıvan oyuncularından idi və Abşeron hücumu davam edəcək. 6 dəqiqə qalıb 3-cü 10 dəqiqənin yekunlaşmasına. Ayindi Hikim. İsmail Abdullayev, Jalen Shaw fake gösterdi, içeriye daxil oldu, şut kaçtı ve növbəti foul. Basket qeydə alınmayacaq. Daha önce foul var idi Jalen Shaw'ya qarşı. Shaw 2 sərbəst atış yerinə yetirəcək. Nəzər Quliyev istirahət edir. Əlibəy Məmmədli yenidən oyundadır. İkidə bir Jalen Shaw'dan 56-50. Hesab arasındaki fərq 2 hücum epizoduna bərabərdir. Jordan Perkins, Əlibəy Məmmədli, bomboş üçlük, qaçır. Deshaun Wade topu rəqibə vurmuşdu amma oyun zonasına saxlaya bildi. Bu həmlədən sonra Wade topu oyunda və İsmail Abdullayev foul edir, əlini havaya qaldırdı. Pasivinə Naxçıvan. Abşeron. Düzəldirəm, 3-cü foulunu yazdırdı. 2 foul Naxçıvanın pasivində var.
Perkins. Topu Cedric Johnsona ötürdü. Hədiyyə etdi. Amma bu səhvi düzəltdi Əlibəy Məmmədli. Topu Naxçıvana qazandırdı. Miles Thomas, Jordan Perkins, Əlibəy Məmmədli, Miles Thomas. Fake'i gösterdi. Dribling üzeri üçlük alınmadı. İsmail Abdullayev topu komandasına kazandırır. Ayindekim. Larry Robinson'a artık deniyorlar ki şans vermir. Playoff rotasyasını müəyyənləşdirib Erhan Toker ve Ayindekim. Gəldiyi gündən bu günə çox şey dəyişib. Öz oyununu çox yaxşılaşdırıb. Komandaya çox yaxşı adaptasiya olub. Larry Robinson və Ömər Yavaş bençdədir. Qısa, dar rotasiya basketbol oynayır. Erhan Toker və Deshaun Wade. Qısa da olaraq D-Wade. 58-52. Ayindekim. İsmail Abdullayev, Jalen Shaw, Aubrey McAlpine, ötürmə zəif tərəfə, ekstra ötürmə Cedric Johnson'dan Ayindekim parmaqlarının ucuyla topu səvətə göndərmək istəyirdi. Bu onda alınmadı. Jordan Perkins, Əlibəy Məmmədli tərəddüd etdi. Ötürməni Miles Thomas'a verdi. Thomas bitirə bilmir. Risk etmədi. Bəlkə də risk etmək daha yaxşı variant ola bilərdi. Tətiyə basmaq lazım idi. Obrazlı şəkildə desək. Baxmaq lazımdır bu şutları. İsmail Abdullayev. İsmail Abdullayev bitirə bilmədi. Və top çəmbərə dəyməmişdi. Ona görə də hücum vaxtı yekunlaşdı. Top itkisi yazdılar Abşeronun pasivinə. 58-52. 3 dəqiqə 40 saniyə qalıb. 3-cü periodun yekunlaşmasına. Gəlin ümumi statistikalarla tanış olaq. Bugün 46% üçlük atır Abşeron. 54% Naxçıvan. Kifayət qədər yüksək göstəricidir. 13'də 7. Hücumdan sonra digər statistikalarda deyəcəm sizə. Deshaun Wade. 5 saniyə qaldı. Wade top itirdi. Cedric Johnson indi hesab arasındaki fərqi bir hücum epizoduna qədər endirmək olar. Jalen Shaw foul 2 sərbəst atış yerinə yetirəcək Jalen Shaw. Egzotik saç üslubuna malik Jalen Shaw. Bu saçlarla həqiqətən də maraqlıdır. Necə basketbol oynaya bilir Jalen Shaw. Və Amerikalı mərkəz oyuncusu sərbəst atış xəttindədir. Bugün yaxşı oyun keçirir. Jalen Shaw. Və 2 sərbəst atış yerinə yetirəcək. Reboundlarda bərabərlik var. 15-15. Hücum reboundlarını daha yaxşı götürən Abşerondur. 6-3. Asistlərdə 16-14. Naxçıvan üstünlüyü var. Hər iki komanda 8 dəfə top itirib. Turnover edib və top uğurluğu 5-6. Abşeron öndədir. Bloklarda 1-0 Naxçıvan üstünlüyü var. 14 dəfə oyunda foul olub. Ən uzun xal qazanma seriyası Naxçıvana məxsusdur. 9 xallıq seriya. Ən böyük fərq 12 xal olub qarşılaşmada Naxçıvanın leyhinə. Cedric Johnson hücumdan xalla qayıtdı Naxçıvan. 60-54. Cedric Johnson başa-baş mübarizə gedir və növbəti foul. İlk hissədən fərqli. Artıq ikinci hissədən etibarən foulların sayı artır. Düzdür, hələ foul problemə girmiş bir basketbolçu yoxdur. Əlibəy Məmmədli bençə yollandı. Bençə gedərkən yəqin gördünüz Murad Dikmən öz yetirməsinin oyundan razıdır. Onun başına bir sığal da çəkdi Murad Dikmən və Əlibəy Məmmədli bençdədir. Öz işini mən düşünürəm ki yerinə yetirdi Əlibəy Məmmədli. Ona verilən vaxtı maksimum müsbət şəkildə dəyərləndirdi. Və Naxçıvanın forvardları da olub. Bonusda da Abşeron, Cedric Johnson sərbəst atışları dəqiq, uğurlu, qüsursuz deyərdim mən yerinə yetirdi. 60-56, fərq 4 xaldır. Deshaun Wade
ikinci aksiyonda topu qəbul edən Perkinsli. Nəzər Quliyev sağ tərəfdən üçlük, tərtəmiz bir üçlük Nəzər Quliyev. Və komandasının yenə köməyinə gəlir Nəzər Quliyev. 63-56, müsbət 7 Naxçıvanın lehinə. 2 dəqiqə 15 saniyə qalıb 3-cü periodun yekunlaşmasına. Cedric Johnson, estetik bir ötürmə Cedric Johnson'dan. Adam dəyişdi müdafiədən Naxçıvan. Obre, Makalpayan top çəmbərdən geri qayıdır. Deshaun Wade topu komandasına qazandırdı. Tremel Brown vücudunu araya qoydu. Blok, Jalen Shaw ikinci dəfə blok qeydə alınır oyunda. Blokların sayı bərabərləşir. 1-1. Ayin Dehikim orta məsafə. Ayin Dehikim çox inkişaf etdi bu basketbolçu. NTD ilə play-in seriyasında da oyuna çıxan oyunculardan biri idi. 63-58, 5 xallıq fərq var. Abşeron izləmə məsafəsini davam etdirir. Jordan Perkins pərdənin tərsinə getdi, adımladı. Sol əli ilə layup dəqiqə alınır. Həm sağ, həm sol hər iki əli ilə bitirə bilir Jordan Perkins. Amma işlə yarı olan sol əli daha güclüdür. Ayin Dehikim. Perkins arxasındadır Hikimin. Çıxışdırdılar, mühasirəyə aldılar Hikimi. Hikim paylaşılmayan top qərarı. Amma foula işarətdir burada. Oyunun baş hakimi Nemanja Vlahovic. Əvəz etmə olacaq Naxçıvan heyətində. Devon Jenkins oyuna girir. Tremel Brown əvəzləyir. Bu iki uzun bir-birlərini tez-tez əvəzlədilər. Abşeron heyətində Ömər Yavaş oyuna daxil oldu. Obri Makalpayan əvəzlədi o. Rotasiya oyuncularından Abşeronda Larry Robinson oyuna daxil olmayıb. Naxçıvanda isə demək olar ki, hamı oyuna daxil olub. Bircə yerli statusunda oynayan Papuna Kirtadze, Gürcü əsilli basketbolçu oyuna daxil olmayıb. O tez-tez rotasiyada yer alırdı və Dimitri Jurablyovun zədəsi var. Bu basketbolçu benchdə öz komanda yoldaşlarına dəstək olur. Ayin Dehikim 65-59, son 1 dəqiqə 10 saniyə. Jordan Perkins topu aparan basketbolçudur. Abdullayev, bugün tez-tez biz bu match-up'ı gördük. Abdullayev yapışıb Perkins'e ayrılmaq istəmir oradan. Jordan Perkins. Baxmayaraq ki, İsmail Abdullayev çox yaxından müdafiə edir Perkins, amma Perkins də belə yerləri çox oynayıb Azərbaycan Basketbol Liqasında. İkinci mövsümüdür artıq Perkinsin. Hikim, Abdullayev sol tərəfdən üçlüyə alınmadı. Ayin Dehikim hücumda reboundu götürür. Hikim ötürmə Abdullayevə doğru. İsmail Abdullayev sol əllə bitirdi. Bu basketbolçu günü-gündən inkişaf edir. Və inanırıq ki, ümid edirik ki, gələcəkdə milli komandamıza da köməkli edəcək Abdullayev. Öz oyununu ən üst səviyyələrə çəkəcək. Abdullayev foul edir müdafiədə, hələ ki onun müdafiəsində müəyyən qüsurlar, boşluqlar hiss olunur. Playoff'un özü onun üçün böyük təcrübədir və Məhəmməd Hüseynlini oyuna daxil etdi Erhan Toker. Hal-hazırda tabloya biz nəzər yetirsək, İsmail Abdullayevin 3 faulla oynadığını görürük. Bençə yollandı. 2 saat arasında 3 saniyə fərq var. Aleyhü pozdu Jalen Shaw. Fərq azaltmaq olar. Ayinde Hikim Deshaun Wade'dən sıyrıldı. Özünü çox çətin vəziyyətə saldı və beləcə oyunumuzda 3-cü 10 dəqiqəlik yekunlaşır. 67-61 periyod arası fasilə qeydə alınır. Oyunumuzda 4-cü həlledici periyod başladı. 67-61 Naxçıvanın 6 xallıq üstünlüyü var. Ayin Dehikim və oyun başlayar başlamaz yenə foul. Hakimin fiti səsləndi.
15 xalla Jordan Perkins və 17 xalla Deshaun Wade. Nəzər Quliyevin adını unutmayaq. 14 xalla bu basketbolçu da Naxçıvanın əsas xal silahları. 67 xalın toplanmasında əvəzsiz rol oynayıblar. Əks tərəfdə 16 xal Jalen Shaw, 13 xal Cedric Johnson və 13 xal Ayin Dehikim. 61 xalın bir qismini bax bu basketbolçular toplayıblar. Cedric Johnson 8 saniyə qaldı şut saatının sonuna. Johnson ötürmə Abdullayevə doğru. Abdullayev topu lövhə ilə çəmbərin birləşdiyi yerə vurdu. Ayin Dehikim şans davam edir Abşeronda və bu şansdan istifadə edə bilmədi Abşeron basketbolçuları. Nəzər Quliyev, Abdullayevin çox agresiv müdafiəsi var. Baxmayaraq ki 3 foul oynayır Abdullayev, amma bu müdafiədən əl çəkmir. Maqnit kimi yapışmışdı rəqibə. Burada isə Deshaun Wade xallarının sayını 19-a çatdırır və qarşılaşmanın ən məşhurdar oyuncusu kimi öz oyunu davam etdirir. Jalen Shaw ötürməni qəbul etdi. Basketi qazandı. 2 üstə gələk 1. Bu pick and roll'dur. Bu ikili oyundur və Aubrey McAlpine təcrübəli Los Angelesli oğlan hələ də yüksək səviyyələrdə basketbol oynayır Azərbaycan Basketbol Liqasında. IQ səviyyəsi çox yuxarıdır, oyun zəkası təcrübəli basketbolçunun üst səviyyədədir və fərqi yaradan da məhz budur Abşeronda. Jalen Shaw 3 xallıq oyunu tamamlaya bilmədi. Jordan Perkins, Abdullayev Quliyevin yaxınlığındadır. Jenkins və foul. Nemanja Vlahovic Serb hakim foula işarə edir. Abşeron ilk foulunu yazdırır pasivinə. Naxçıvanın artıq 2 foulu var. Devon Jenkins 70-63 ikinci sərbəst atışını yerinə yetirəcək. Devon Jenkins (71-63) Ayin Dehikim, İsmail Abdullayev top bitirdi. Abdullayev, Deshaun Wade və növbəti foul. 2 sərbəst atış yerinə yetiriləcək. Naxçıvan hesab arasındakı fərqi cüt rəqəmli ədədlərə yüksəldə bilər. 10 xallıq fərq görə bilərik əgər hər iki cərimə atışı dəqiq olacaqsa. Playoff seriyalarında cavab oyunları hansı tarixlərdə baş tutacaq? Bir qədər də bu haqda danışaq. 20 aprel bazar günü, yəni sabah Gəncə Şəki, Gəncə İdman Sarayında həll edici oyunlardan biri olacaq. Əgər Şəki qələbə qazanacaqsa adını yarımfinala yazdıracaq, yarımfinala rəqibini gözləyəcək. Gəncə qələbə qazanacağı təqdirdə seriyada ümumi hesab bərabərləşəcək 1-1 və həll edici oyun Şəkidə oynanılacaq. Sərhədçi sabah oyunu və Ordu Neftçi oyunu aprelin 21-də baş tutacaq. 19:00-da keçiriləcək hər iki qarşılaşma Sərhədçi İdman Mərkəzində, Ordu isə Bakı İdman Sarayında öz rəqiblərini qəbul edəcəklər. Və Abşeron Naxçıvan oyunu aprel ayının 22-sində baş tutacaq 19:00-da. 72-63 Jalen Shaw 2-1 ilə oynadı. Sərbəst atış xəttindən Naxçıvanlılar. Ayin Dehikim çətinlik dərəcəsi ən üst səviyyədə idi bu şutun və Hikim
xalı qazandı. Jordan Perkins Ayinde müdafiə etməyə çalışdı. Onu pərdənin tərsinə getdi. Jordan Perkins sağ dirsəkdən. Jordan Perkins 74-65. Jalen Shaw. Shaw-a gəlib. Devon Jenkins yuxarıda qarşılayıb rəqibini. Shaw. Foul. Foulları gözə gətirdik sanki. Birinci sıra daha sakit, daha təmkinli və daha səliqəli oyun izləyirdiksə artıq 3-cü perioddan etibarən oyun bir qədər çirkinləşməyə başlayıb. Sərtləşməyə başlayıb. Bu da normaldır. Playoff'un ana qanunu müdafiələrin önə çıxmağıdır, sərtliyin artmasıdır. Jalen Shaw birinci sərbəst atışı dəqiq alındı. Bu arada canlı çata suallarınızı ünvanlaya bilərsiniz. Mən də çalışacağım həmin sualları səsləndirim. Hal-hazırda 112 nəfər görüşü Azərbaycan Basketbol Federasiyasının rəsmi YouTube hesabından izləyir. Oradan da maraqlıdır, suallarınız ünvanlaya bilərsiniz. Jordan Perkins, Ayinde Hikim var onun müdafiəsində. Əlibəy Məmmədli o da oyuna daxil oldu. Nəzər Quliyevi bir qədər dincəldir. Murad Dikmən istirahət verir bu basketbolçuya və kənardan komandasının açılmağını istədi. Künclərə doğru. Perkins üçlüyə alınmadı. Jenkins rebound götürür. 2 Jenkins soyadlı basketbolçu var hal-hazırda parketdə. Jalen Shaw topu oyunda saxlaya bildi. Ekstra güc tətbiq etdi burada. Jalen Shaw 10 saniyə qaldı. Topu posta endirən Hikimdir. Sağ blokda hücumu qurmağa çalışır. William Jenkins növbəti foul. Bugün Jalen Shaw'a qarşı kifayət qədər foullar oldu. Nəzər Quliyevin 4 foulu var. Bu arada bunu sindikasiya çatdırım. Pasivində 4 foulla benchdə əyləşib Nəzər Quliyev. Yəqin ki 4-cü periodun sonlarına doğru, elə oyunun sonlarına doğru, belə desək daha düzgün söyləmiş olaraq Nəzər Quliyevi oyuna daxil edəcək. Jordan Perkinsin pasivində foul yoxdur. Bu da maraqlı məsələlərdən biridir. Qard müdafiəsində aktiv iştirak edən bir basketbolçudur. Perkins 17 xalla oynayır. Wade'in 3 foulu var pasivində. Miles Thomas 3 foulla oynayır. O da foul problemə girmiş basketbolçular siyasındadır. Əks tərəfdə İsmail Abdullayev 3 foulla oynayır. Ən çox foulu qazanmış, ən çox foulu pasivinə yazdırmış basketbolçu Abdullayevdir. 74-69 Abşeron izləmə məsafəsini davam etdirir. Top Deshaun Wade'dədir. Deshaun Wade. Obre. Pərdə ilişdi. Pərdənin üstündən keçmişdi McAlpine. Devon Jenkins. 76-69. Alqış aldı Murad Dikməndən. Ayinde Hikim. Ayinde topu posta indirməyə imkan vermir Jordan Perkins. Sonra toxunuş Perkins'dəndi və 10 saniyə qalıb Abşeronun hücumu yekunlaşdırmasına. Naxçıvanın polakları da olub bu arada. Bunu da xatırladım. Bonusdadır Abşeron. Ayinde 5 saniyə. 4, 3, 2, 1 atmaq lazım idi və hücum davam edəcək. 1.6 tam vaxt belədir. Hücumun yekunlaşmasına çox az vaxt qalıb. Yaxşı müdafiə gəldi Naxçıvan basketbolçularından. Timeout qeydə alındı. Abşeron basketbolçu. Oyuna bak. Ayinde Hikim. Ən pis olan senari reallaşdı. Timeout da boşa çıxdı, hücum da boşa çıxdı və bu Erhan Tokeri məmnun etmir. Jordan Perkins fərq 7 xaldı. Perkins, Jenkins yuxarı topu qəbul etdi. Naxçıvan uzunu
Deshaun Wade fake göstərdi. Perkins 3 xallıq hərəkətli üçlüyə alınmadı. Miles Thomas rebounda hücum etmişdi. Perkins şansanı Naxçıvan üçün, amma Perkins hakimdən foul tələb edir. Oynamaq lazımdır. Heç nə yoxdur burada. Sadəcə bitirə bilmədi. Səhv Perkinsindir. Aubrey McAlpine rəqibin üzərinə getdi. Allah crossoverlər və Aubrey McAlpine. Tərtəmiz bir orta məsafə. Aubrey McAlpine. Jalen Shaw zədələnə bilərdi burada. Aubrey ilə toqquşmuşdu. Hər şey yaxşı qurtardı onun üçün. Perkins. Aubrey Wade'in yanındadır. Onun yanından ayrılmır. Perkins. İkili oyun alınmadı. Əlibəy Məmmədli əl üstü üçlük. Airball. Və son toxunuş məhz Jenkins'dəndir. 5 xallıq fərq var. 76-71 oyunun sonları çox dramatik alınacaq. Bundan əmin ola bilərsiniz. İndi Abşeron üçün ideal bir fürsət yaranıb ki, onlar fərqi 2 xala qədər endirsinlər. Yerək Abdullayev 3 foul oynayır. Nəzər Quliyev elə ki bençdədir. Əlibəy Məmmədli parketdə mübarizəni davam etdirir. Nəzər Quliyev oyunun sonlarına yaxın biz görəcəyik. Və belə vəziyyətdə top itirdi Abşeron. Perkins Eurostep basketdir də foul. Təcrübəli, iləgər və soyuqqanlı Jordan Perkins. Emosiya yoxdur hal-hazırda onun üst cizgilərinə biz diqqətlə baxsaq bunu görə bilərik. Sanki Dikmən Murad məni eşitdi və Nəzər Quliyevi oyuna daxil etdi. Hal-hazırda Naxçıvanın Türkiyəli məşqçisi. Sosial şəbəkələrdə öz maraqlı, bir qədər də qalmaqallı açıqlamalarıyla yadda qalan Murad Dikmən özünü Azərbaycan Basketbol Liqasında sübut etməyə çalışır. Təcrübəli mütəxəssis, uzun illər Türkiyədə baş məşqçi kimi fəaliyyət göstərib. Erhan Toker də yeni sözləri ona da aid etmək olar. William Jenkins, Aubrey McAlpine 10 saniyə qaldı şut sahasının sonuna. Ömər Yavaş posta top istəyir və Wade onun qarşısını bağlamışdı. Ömər Yavaş hakimin üzərinə şığıdı və burada foul qərarı Urban Bayramının tez səsləndi. 79-71 Naxçıvanın qovaqları dolub. Erhan Toker'in narazılığı devam edir. Çox maraqlıdır. Hətta masa hakimlərinə qədər, medalın mərkəzinə qədər yaxınlaşmışdı. Diqqətli olmalıdır. Texniki foul göstərilə bilər. Türkiyəli məşqçiyə Murad Dikmən də məhz bunu işarə edirdi Omar Şaraşanidzeyə. Qaydalar çərçivəsində hərəkət etmək lazımdır. Erhan Toker emosiyalarına nəzarət etməlidir. Çünki hesab arasındakı fərq yaxındır. Texniki foul məmnun etməz Abşeron cəhbəsini. Ömər Yavaş yenidən bençə yollandı. Ümumiyyətlə Larry Robinsona şans vermir. Hətta NTD klubuyla play-in seriyasında da biz Larry Robinsonu parketdə görmürdük. Və indi Hikim, William Jenkins, Aubrey McAlpine, Jalen Shaw, Abdullayev beşli ilə oyunu davam etdirir. Abdullayev əla ötürmə. Nəzər Quliyev riski oynamışdı bir qədər. Nəzər Quliyev foul da verilə bilərdi ona, amma hər şey yaxşı qurtardı onun üçün. Burada isə foul Perkinsə doğrudur. Abşeronun da foul haqları dolmuşdu.
Bir qədər əvvəlki foul məhz Ömər Yavaşa göstərilmişdi. Yəqin ki, orada topsuz bölgədə iki basketbolcu arasında yaşanmış fiziki mübarizəyə görə Perkins birinci sərbəst atış alınmadı. Hər iki komandanın foul haqları da olub. Hər iki kollektiv bonusdadır. Və Deşan Veydə Nəzər Quliyev 4 foulla parketdə mübarizə aparırlar. Risk edir Murad Dikmən. Çox risk edir. Və Naxçıvan sərbəst atışlardan istifadə edə bilmədi. Hücum şansı Abşerondadır. William Jenkins, Cedric Johnson ona daxil edəcək Erhan Toker, Aubrey McAlpine. Foul yoxdur, oynamaq lazımdır. Jalen Shaw və indi Deshaun Wade. Bu da 5-ci foul və Deshaun Wade oyunu tərk etməlidir. Gözlərinə inanmır Deshaun Wade. Çox təəccüblənir. Qərarı çox təəccüblə qarşılayır. Masa hakimlərinə də şikayət edir. Hakimləri səhv çıxarmağa çalışır Deshaun Wade. Çox maraqlıdır. Deshaun Wade'in fikrinə görə onun pasivində 3 foul var idi. Və Murad Dikmən etirazları davam etdirdi. Ona texniki foul da göstərildi, bəli. Yenə hadisələrin mərkəzində yer alır Murad Dikmən. Öz emosional, agresiv şəkildə etiraz etdiyinə görə texniki foul göstərildi Nemanja Vlahovic tərəfindən və Urfan Bayramlıya nəyisə izah etməyə çalışır Murad Dikmən. Rəqib komandanın basketbolçusunun danışıqlarına işarə edir Türkiyəli çalışdırıcı. 79-72 Wade oyuna qayıtmayacaq. 5 foul aldı və oyundakı missiyasını tamamladı. Jalen Shaw 79 73 və 74-cü xalını aktivinə yazdırır Abşeron. Sərbəst atışlardan sonra Miles Thomas topu səbətin altına oyuna daxil edəcək. Time-out istəyir Murad Dikmən. O da təslim olmaq istəmir, təslim olmaq fikrində deyil. Bu müdaxilə ilə hesab arasındakı fərqi artırmaq istəyir. Time-out sonrası yenidən bir aradayıq. Naxçıvan hücumdadır Jordan Perkins'lə. Miles Thomas, Luka Petrovski. Bir joker saldı oyuna. Belə həmlə ilə yadda qaldı Murad Dikmən. Petrovski müdafiədə bir qədər möhkəm oynamaq üçün məncə bu basketbolçu oyundadır. Perkins girdi rəngli sahəyə. Jordan Perkins yenə komandasına xal qazandırdı. 81-74. Erhan Toker çox əsəbləşdi öz basketbolçularına. Aubrey McAlpine, Ayinde Hikim, Jalen Shaw, Aubrey uzaq ikili, Aubrey McAlpine yenidən hədəfi dəqiq nişan alır Aubrey McAlpine.
81-76 fərqi 5 xala indirdi. Hücum faul olmalıdır burada məncə. Yoxsa fərqli bir qərar. Şifahi xəbərdarlıq bencə. Nemanja Vlahoviçdən. Bəlkə də ilk aksiyonda artıq faulu görüb fitini səsləndirmişdi Nemanja Vlahoviç, amma daha sonra Nəzər Quliyev İsmail Abdullayevi itələdi aqressiv müdafiəyə görə. Amma hər halda Serb hakim qaydanı pozduğunu deyir İsmail Abdullayevin. 4-cü faulunu yazdırdı pasifinə İsmail Abdullayev. Nəzər Quliyev birinci sərbəst atışı dəqiqə alanda, indi ikinci sərbəst atışını yerinə yetirəcək. İkidə 1, 82-76, 6 xallıq fərq, son 3 dəqiqə, hər iki komanda bonusdadır, hər iki komandanın faul limiti dolub. Jalen Shaw posta topu qəbul etdi, içəriyə fırlanıb bitirmək istəyirdi, son toxunuş Naxçıvan basketbolçularındandır. Murad Dikmən steps istəyir. Jordan Perkins rəsmi təkrara müraciət etmələrinə çağırır hakimləri. Hər kəs bir şey deyir, amma hakimin qərarı dəyişməyəcək. 11 saniyə İsmail Abdullayev, Ayin Deykim şans anı Abşeron üçün. Top oyun zonasını tərk etmək üzrə idi. Deykim son anda köməyə çatdı. Ayin Deykim onun qarşısını yaxşı bağladılar. Ayin Deykim çox çətin bir şutdan istifadə etməyə çalışırdı. Ayin Deykim hovuza düşən top düz Ayin Deyikimə qismət olmuşdu. Amma Deykim yaxın məsafədən fərqlənə bilmədi. On 4 saniyəlik vaxt start götürdü Cedric Johnson. Petrovski qarşısında dayandı. Yaxşı bağladı onun önünü. 2-3 zona müdafiəsini tətbiq edir Naxçıvan Abşerona. 4 saniyə. 3, 2, 1. Obre. Yox. Belə driblinglərlə hücumu yekunlaşdırmaq çox çətindir. Səhvə yol verdi Obre Makalpayan. Təcrübəli basketbolçuya yaraşmadı bu səhv. Belə kritik məqamda ən önəmli hücumlardan biridir. Üstəlik time-outdan gəlirdi Abşeron basketbolçuları, amma basketbolu gözəlləşdirən, məxsus edən məqamlardan biri də bax bu müdafiələrdir. Və çox aqressiv müdafiə etdi. İndi yenə şans var Abşeron üçün. Onlar da yaxşı müdafiə ilə yadda qaldılar. Crunch time-a daxil olduq. Son 2 dəqiqə. Ayin Deykim, Jalen Shaw, 2 nəfər double team gətirmişdilər Jalen Shaw'ya. Shaw, room servis, bəli. Nikola Jokic ötürməsi izlədik Jalen Shaw'dan. Bomboş qalmışdı İsmail Abdullayev. 2 nəfərin arasına şığıdı və ötürməni çox yaxşı etdi Abdullayevə. Abdullayev də 4 foul oynayır. Nəzər Quliyev kimi. Jordan Perkins, əllərin titrədiyi anlarda onun əlləri titrəmədi. Üçlüyü rəqib səbətindən keçirdi. Cedric Johnson, ball fake və tərs layupla bitirdi. Cedric Johnson sol göstərib sağ tərəfə getdi. 85-80 vaxt ərdir Jordan Perkins. Vaxt hal-hazırda Naxçıvanın dostudur. Perkins növbəti üçlük gələcəkmi? Jordan Perkins bir dəfə alınmadı. Jenkins o da bitirə bilmədi. Top Abşeronda qalır. Ayin Deykim topu Johnson ötürmək lazımdır. İsmail Abdullayev cəsur qərar verdi. Amma bu qərar uğursuzdur. İsmail Abdullayev risk etmişdi. Amma onun bu qərarı uğursuz oldu. Jordan Perkins. Ayin Deykim müdafiə edir. Perkins ikili sıkıştırma. Perkins topu indi əlindən çıxardı. 36 saniyə qalıb və nəhayət
indi fol etdi. Abşeron basketbolçuları öz əllərinə gələn şansı dəyərləndirə bilmədilər. Bu hücuma bu ad vermək olardı. Çünki Cedric Johnson bomboş sol tərəfdən irəliləyirdi, amma indi kim topu ona ötürmədi. Əvəzində İsmail Abdullayev gənc basketbolçuya məsuliyyəti onun üzərinə atdı. İsmail Abdullayev hələ gəncdir. Belə yerlərdə inisiyativ almaq onun üçün heç də asan deyil. Jordan Perkins isə Abşeronun şansını davam etdirir. Baxmayaraq ki, ən önəmli, ən kritik üçlüyü rəqib səbətindən keçirmişdi, amma birinci sərbəst atış qeyri dəqiq oldu. Düzdələdə hesab arasındakı fərq 2 hücum epizoduna bərabərdir. 86-80. 6 xala yüksəldir fərqi. Naxçıvan basketbolçuları, onlar playoff seriyasında hesabı açmağa yaxındılar. Ayin Dehikim, Petrovski onun qarşısını yaxşı bağladı. Ayin Dehikim fol gözlür hakimdən, fol yoxdur. Hakimin fiti çıxdı. Luka Petrovski, Nəzər Quliyev topu Miles Thomas ötürdü. Thomas təbii ki şut atmayacaq. Bir qədər vaxta işləyəcək, vaxta oynayacaq. Belə də edir. Hələ də o topu onun əlinə ala bilməyiblər. Obri Makalpayn şansanı Miles Thomas üçün, Luka Petrovski o isə leyapla bax belə sadə şəkildə bitirdi hücumu. 88-80, bu üçlü heç nəyi dəyişməyəcək. 88-83. Naxçıvan basketbolçuları heç müdafiə etmək istəmirdilər. 2.4 saniyə vaxt qalıb oyunun yekunlaşmasına və beləcə qarşılaşma yekunlaşır. Hörmətli basketbol həvəskarları.